Şagirdlər, bugünkü dərsimizdə biz növbəti sınavımız olan sınaq 31-in suallarına inşallah baxacağıq. Deməli, birinci sualdan başlayaq. Mirzə Fətəli Axundzadənin fəaliyyətlərinə aiddir. Deməli, xalqı maarifləndirməyə çalışması, bəli, doğru cavab budur. Digər cavablarda təhlil eləsək, Əkinçi qəzeti 20-ci əsr yox, 19-cu əsrin 70-ci illərində bu qəzetlə əməkdaşlıq eləyib. Axundzadə ilk musiqili komediyanı hazırlamayıb, onu eləyən Üzeyir Hacıbəylidir. Orta əsrlərdə yox, yeni dövrdə yaşayıb. Müsəlmanlar üçün ilk mədrəsə açdırmışdı. Xeyr, orta əsrlərdə artıq müsəlmanların mədrəsələri var idi. Ona görə doğru cavab A-dır. İkinci suala baxırıq. Marağa rəsədxanasına aid deyil. Tikintisi üçün Elxani hökmdarı vəsait ayırmışdı. Bəli, ayırmışdı. Hülakü xan hakimiyyəti illərində inşasına başlanılmışdı. Bu da doğrudur. Astronomik məsələlərin həlli üçün yer və göy qlobusları hazırlanmışdı. Bu da doğrudur. Böyüklüyünə görə şərqin digər rəsədxanalarından fərqlənirdi. Bu da aiddir. Doğru cavab C-dir. Yəni təhsil müəssisəsi kimi fəaliyyət göstərmirdi. Elm mərkəzi idi və bu kompleksdə Şəfa evi yoxdur. Şəfa evi Təbrizdəki Rəbi Rəşidi mədrəsəsində fəaliyyət göstərirdi. Ona görə doğru cavab C-dir. Üçüncü suala baxırıq. Ərk qalasından fərqli olaraq Göy məscid. Ərk qalası 14-cü əsr, deməli 14-cü əsrə aiddir, Elxanilərə aiddir. Göy məscid 15-ci əsr Qaraqoyunlara aiddir. Deməli, Ərk qalasından fərqli olaraq Göy məscid. Orta əsrlərdə ikisi də inşa edilib. İkisi də Təbrizdə yerləşir. Monqol əsrli Elxanilər hakimiyyət dövründə tikilmişdir. Bu Ərk qalasının elə özünə aiddir. İnşa edilməsində Fəzlullah Rəşidəddin böyük rol olmuşdu. Xeyr, Fəzlullah Rəşidəddin 13-14-cü əsrlərdə yaşayıb. Göy məscid 15-ci əsrdə inşa edilib. Doğru cavab Y-dir. Bəli, Ərk qalasından fərqli olaraq Göy məscid Qaraqoyunlu dövlətində inşa edilmişdi Cahanşahın dövründə. Dördüncü suala baxırıq. Uyğunluq pozulmuşdu. İlk Azərbaycan operası idi Leyli və Məcnun. Bəli, burada pozulmayıb. Təhzib-ül Əxlaq əsərin müəllifi Bakıxanovdur. 19-cu əsrin ikinci yarısında kütləvi kitabxanalar Şimali Azərbaycanda yaranmağa başladı. Azərbaycan tarixinin qədim zamanlarda 1813-cü ilə qədər olan dövrünü Gülüstan İrəm əsəri əhatə edirdimi? Bəli. 20-ci əsrin əvvəllərində ikinci qəzet əsərləri çap edilmişdi. Seyid Əzim Şirvani yanlışdır. Bəli, burada uyğunluq pozulub. Çünki Əkinçi qəzeti bayaqda dediyimiz kimi 20-ci əsr yox, 19-cu əsrin 70-ci illərində qısa müddət nəşr olunub, sonra Çar Rusiyası tərəfindən qadağan edilmişdi. Və gəlirik 5-ci suala. Deməli, 5-ci sualda deyir ki, xəritədə rəqəmlə işarələnmiş şəhərlərə aid olanları müəyyən edin. 1. Gəncədir. Gəncə. 2 isə Şuşa şəhəridir. Şuşa. Deməli, biz bilirik ki, Qız qalası Bakıda yerləşir. Bunu çıxırıq. Və Gülüstan qalası Şamaxıda yerləşir. Bunu da çıxırıq. Deməli, Üzeyir Hacıbəylinin büstü təbii ki, Şuşada yerləşir. 2B olmalıdır. Nizami məqbərəsi də Gəncədə yerləşir. 1-də C olmalıdır. 1C, 2B. 1C, 2B, yəni A cavabı doğru cavabdır. A cavabı burada doğru cavab. Gəlirik daha sonra olmuşdur sualına. 6-cı sual. Azərbaycan dili vahid ünsiyyət dilinə çevrilmişdi 11-12-ci əsrlərdə. Ərəb-Xəzər müharibələrinin başlanması 7-ci əsr. Bəz qalası Xürrəmlərin mərkəzinə çevrilməsi deyəlim 9-cu əsr, ondan əvvəldə, amma bizim kitabda 9-cu əsr. Albaniya dövlətinin varlığına son qoyulmuşdu 8-ci əsr. Şamaxı Şirvanşahların paytaxtına çevrilmişdi. Biz onu sağcıların xəritəsində görürük ki, yəni ən azından 9-10-cu əsrdə, yəni 10-cu əsrdə əslində olub, lab 10-cu əsr yazaq, Şamaxı Şirvanşahların paytaxtına çevrildiyinə görə, onsuz da bunların hamısı əvvəl olub və beləliklə biz burada vahid ünsiyyət dilinin çevrilməsini götürməliyik. Çünki bu
Səlcuqların gəlişindən sonra Səlcuqların və Eldənizlərin dövründə, intibah mədəniyyət dövründə Azərbaycan dili ünsiyyət dilinə çevrilmişdi. 7-ci sual. Doğru və yanlış ifadələri müəyyən etməliyik. Deməli, sol tərəfdə doğru olan ikisindən biri doğru olmalıdır. 19-cu əsrin ikinci yarısında Azərbaycanda insanların savadlanması üçün şərait yox idi. Bəli, bu doğru ifadədir. İlk milli qəzetimiz olan Əkinci qəzeti uzun müddət fəaliyyət göstərmişdi. Uzun müddət olmaz, səhvdir. Yanlış tərəfdə isə 19-cu əsrin birinci yarısında milli teatr, kütləvi kitabxana ola bilməz. Bunlar ikinci yarısıdır. Deməli, bu yanlış doğrudur. Yəni, doğru seçimdir. Yəni, yanlışdır bu ifadə. Azərbaycan uşaqlarının müasir təhsil alması üçün Bakıda məktəb açmaq istəyirdi. Bakıxanov, bu doğru ifadədir. Yəni, yanlış deyil. Bunu da götürmək olmaz. Ona görə də 1 və 3 olmalıdır. C cavabı doğru cavabdır. 8-ci suala baxırıq. Daş dövrünün əvvəllərində deməli, insanlar nə oldu? Ovçuluqla məşğul olmağa başladı. Yəni, ovçuluq yarandı. İlk metal alətlər hazırlanıb daş dövrünün sonlarında. Xış əkinçiliyi yaranıb Tunc dövründə. Tuncdan əmək alətləri düzəldilirdi Tunc dövründə. İnsanlar mallarla məşğul olmağa başladı daş dövrünün ortalarında. 9-cu sual Atropatena və Albaniyada oxşarlıqdır. Deməli, cənub torpaqlarında Atropatena yaranıb, fərqdir. Bütün Azərbaycanı heç biri əhatə etməyib. Eradan əvvəl birinci minilliyin birinci yarısında heç biri yaranmayıb. 1000 ildən çox müstəqil olan, özünü qoruyub saxlaya bilən Albaniyadır, fərqdir. Bəli, oxşarlıq budur, B cavabıdır. Eradan əvvəl 4-cü əsrin, 4 və 3-cü əsrlərdə mövcud olmaları. 10-cu suala baxırıq. Mannanın hökmdarı İranzunun hakimiyyətə gəlməsi nəticəsində vilayət hakimlərinin özbaşınalı hərəkətləri dövləti zəiflətdi, xeyr. Onların qarşısını aldı. İşğal edilmiş torpaqlar geri qaytarıldı və Manna güclü dövlətə çevrildi. Doğru. 11-ci suala gəlirik. Xürrəmlər üsyanına aid deyil. Xürrəmlər üsyanına aid deyil. Deməli, cavab B-dir. Ərəb xilafətinin Azərbaycanı işğal etməsinin qarşısını almağa çalışması. Zaten Ərəb xilafəti Azərbaycanı işğal etmişdi ki, elə sonradan Xürrəmlər üsyanı baş verib. Ona görə də bu ifadə məntiqsiz yanlış ifadədir. Digər ifadələr Xürrəmlər hərəkatına aid. 12-ci sual. Ağqoyunlu hökmdarı Uzun Həsənin fəaliyyətlərinə aiddir. Azərbaycanı birləşdirməyib. Səfəvilər dövləti onun dövründə yox idi. 16-cı əsrdə yaşamayıb. Azərbaycanda sənətkarlıq ticarət inkişafına xidmət edib. Təbrizdə Şeyx Səfi məqbərəsində ona aidiyyəti yoxdur. D cavabı doğru cavabdır. 13-cü sual uyğunluq pozulmuşdu. Deməli, Eldənizlər dövlətinin hökmdarı Qızıl Arslan Sultan titulu almışdı. Bəli. 10-cu əsrin axırlarında doğru cavab budur. Azərbaycanın iri sənətkarlıq ticarət mərkəzi idi Bərdə şəhəri. Çünki axırlarında olmaz. Artıq 944-cü ildə Bərdə 10-cu əsrin ortaları eləyir. Bərdə Rusların yürüşündən sonra öz əhəmiyyətini xeyli dərəcədə itirmişdi və iri və bundan sonra iri yəni şəhər olaraq qalsa da biz ona iri sənətkarlıq və ticarət mərkəzi artıq deyə bilmərik. Burada uyğunluq pozulub, digərlərində doğru cavablardır, yəni pozulmayıb. Gəlirik 14-cü suala. Səfəvilər dövlətinə aid deyil. Çaldıran döyüşündə məğlub olaraq süquta uğranması. Biri budur. Çaldıran döyüşündən 200 il sonra süqut edib Səfəvilər. Şirvanşahlar dövlətinin tərkibinə daxil edilməsi. Bu da yanlışdır. Şirvanşahlar Səfəvilərin tərkibinə daxil edilib. Cümlə tərsinə qoyulub. Diqqətli olmaq lazımdır. Digərləri Səfəvilər dövlətinə aiddir. 1-2, yəni C cavabı doğru cavabdır. 15-ci suala gəlirik. Hadisə nəticəli əlaqələrini müəyyən etmək lazımdır. Deməli, Babək Xürrəmlər rəhbər olması, xilafətin süquta uğraması xeyr, qətiyyən. Babək edam edilir və Xürrəmlər yatırılır. Bu səhvdir. İslam dini yayılması nəticəsində Azərbaycanda din birliyi yarandımı? Bəli. Dədə Qorqud dastanının yazıya alınması, yazılı tarix mənbələrinin yaranması səbəb ola bilməz. Birinci Dədə Qorqud şifahi mənbədir. İkincisi, yazılı tarix mənbələr Dədə Qorqud dastanından əvvəl də artıq var idi. Yanlış. Azərbaycan vahid dövləti birləşməsi onun
şimaldan gələn Azərbaycana şimaldan gələn hücumların qarşısında mübarizəni asanlaşdırırmı? Əlbəttə. İstər şimaldan, istər cənubdan gələn hücumlara qarşı mübarizə asanlaşır. Çünki vahid dövlət, güclü ordu, bunlar hamısı ona səbəbdir ki, bu cür hücumların qarşısını almaq asanlaşır. 2 və 4 A cavabı doğru cavabdır. 16-cı suala baxırıq. Doğru fikri müəyyən etməliyik. Burada deməli Sara Xatunun Osmanlı dövlətinin hökmdarı Sultan II. Mehmedlə danışıqlar aparmaqda məqsədi Avropa dövlətlərinə qarşı ittifaq yaratmaq. Xeyr, belə bir şey yoxdur. Orada məqsəd iki qardaş dövlət arasında müharibənin qarşısını almaq idi. Amma təəssüf ki, bir müddət baş versə də bunun qarşısını almaq sonradan bu müharibə qaçınılmaz olur və iki türk dövləti bir-birindən savaşır. Səhvdir. Ağqoyunlu Həsən Paşa oldu silah sata bilməz, ala bilər. Bu da cümlə yanlışdır. Nizami Gəncəvi yaradıcılığın xeyli hissəsi təsadüfi Atabəylər dövründən bəli. Doğru cavab budur. Niyə? Çünki Nizami Gəncəvi 1141-ci ildə anadan olub. 1136-da da zaten Eldənzlər yaranıb və bu nə deməkdir? Bəli, Nizami Gəncəvi də Gəncə şəhərində fəaliyyət göstərdiyinə görə Gəncədə o dövrdə Atabəylərin tərkibində olub. Dolayısıyla onun fəaliyyətinin böyük bir hissəsi Atabəylər dövrünə təsadüf edir. Digərləri də yanlış ifadələrdir. Çünki Həsən Padşahın İslam dinində parçalanma yol vermək üçün Osmanlı ilə qohumluq əlaqəsi yaratmayıb. Y cavabında isə yazır ki, Avropa ilə danışıqlar aparmaqda Osmanlı dövləti ilə baş verə biləcək müharibənin qarşısını almaq idi. Bu da yanlışdır. Çünki elə bir məsələ yoxdur. Ağqoyunlu Avropa ilə danışıqlar aparıb ki, Avropa ölkələri ilə Osmanlıya qarşı müharibədə özünə müttəfiq tapa bilsin. Yəni Osmanlıya qarşı demək bir yerdə hərəkət edə bilsinlər üçün, etmələri üçün danışıqlar aparmışdı. 17-ci suala gəlirik. Deməli, Ərəb xilafətinin zəifləməsindən sonraki dövrə aid olan hadisələri müəyyən edin. Yəni 9-cu əsrdən sonraki hadisələrə baxmalıyıq. Dərbənddə Ərəb qoşunlarının yerləşdirilməsi bu zaten Ərəb xilafət dövründədir. Əsarəti dövründədir. Azərbaycan Ərəb əsarətinə qarşı üsyanların başlaması bu da olmaz. Dərbənd səddi və şəhərin qala divarlarının Şirvanşahlar tərəfindən bəli təmir edilməsi üçün Şirvanşahların yaranması üçün biz xilafətin tərkibindən çıxmalıyıq. Biri budur. Dərbəndin qapılar qapısı adlandırması zaten ərəblər tərəfindən olduğuna görə bu ərəblərin asıllığı dövründə olub. Bu da olmaz. Ərəb səyyahlarının Aranın baş şəhəri adlandırdıqları şəhərin Slavyanlar tərəfindən tutulması 944-10-cu əsr olduğuna görə bunu da götürürük. 3 və 5 B cavabı doğru cavabdır. 18-ci suala baxırıq. Şirvanşahlar dövləti mövcud olduğu dövrə uyğun gələn hadisəni seçməliyik. Deməli, burada Bərdənin ruslar tərəfindən dağıdılması, bəli, bu 10-cu əsr hadisəsi olduğuna görə Şirvanşahlar mövcud olub 9-16-cı əsrlərdə bunu götürürük. Xürrəmlər hərəkatının Babək rəhbər etməsi, xeyr, bu Şirvanşahlardan əvvəl olub. Ərk qalasının inşasını götürə bilərik, çünki 14-cü əsrdir. Monqolların Ərdəbili tutması, ümumiyyətlə Monqollar Azərbaycan 13-cü əsrdə hücum edib, bunu da götürə bilərik. Dərbənd şəhərinin ərəb qoşunları tərəfindən tutulması da 7-ci əsr götürmək olar. Ona görə də bu Şirvanşahlardan əvvəldir. Ona görə burada doğru cavab 1, 3 və 4-dür. 19-cu suala baxırıq. Nadir Şahın Sadə Kəndis ailəsindən çıxaraq hansı zirvəyə çatdığı haqqında hansı ifadə istifadə edilmişdir? Burada ifadələr içərisində Nadir Şaha uyğun ifadə C-dədir. Bəli, kitabımızda da qeyd edildiyi kimi o çobanlıqdan şahlığa ucalan qəhrəman hesab olunur. Bir də Şərqin son fatihi, ilk yox, son fatihi. 20-ci suala gəlirik. 19-cu əsrin 1-ci, 2-ci və 3-cü 10 illiyinə aid olmayan hadisəni tapmalıyıq. Qazax Borçalının işğalı 1-ci 10 illikdir. Türkmənçay müqaviləsinin bağlanması deməli 3-cü 10 illikdir. İrəvan xanlığına deməli
aiddir. Aid olmayan tapmalıyıq. İrəvan xanlığının Rusiya birləşdirilməsi, bu da 3-cü 10 illikdə olub. Azərbaycanın güclü mərkəzləşmiş vahid dövlətinin olmaması heç birində olmayıb. Rusiyanın işğalçı siyasətinin Azərbaycan xanlıqları tərəfindən qarşısına alınması, bəli. Deməli, 19-cu əsrin nə birinci, nə ikinci, nə də 3-cü 10 illiyində belə bir hadisə baş verməyib ki, xanlıqlarımız birləşsin və Rusiyanın işğalçı siyasətinin qarşısı alınsın. Davam edirik. 21-ci suala baxırıq. Xalq Cümhuriyyətinin Tiflis dövrü və Bakı dövrü uyğun ifadələri tapmalıyıq. Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması 1919 Bakı dövrüdür. Bunu çıxırıq. Nazirlər Şurasının yaradılması, bəli, ilk dəfə orada yaradılıb və onun başçısı, ilk başçısı da Fətəli xan Xoyski təyin edilmişdi. Bakı dövrü sentyabrdan sonra başlayır. Bakı azad ediləndən sonra. Dolayısıyla Bakının Bolşevik daşnaq qüvvələrinin Nuru Paşa tərəfindən məğlub edilməsi və nəticədə Bakının azad edilməsi bu hadisə zamanı Bakı dövrü deyildi. Bunu da çıxırıq və burada üç rəngli bayrağı götürməliyik. Noyabrda baş verdiyinə görə sentyabr, oktyabr, noyabr, yəni Bakı azad ediləndən sonra paytaxt ora köçürüldüyünə görə biz burada 2-də də B-ni götürməliyik. 1B, 2B, yəni B cavabı. 22-ci suala baxırıq. Azərbaycanda 1920-ci ildə baş vermiş Gəncə üsyanından sonraki tarixi hadisələri seçin. Deməli, burada biz Azərbaycan Milli Hökumətinin Bolşeviklərin hökuməti ilə əvəz edilməsi, bu üsyandan əvvəl olub, aprelin 28-də, üsyan isə mayda olub, bu olmaz. Azərbaycan Milli Ordusunun generallarının Bolşeviklər tərəfindən məhv edilməsi, bəli, sürgün edilir, çoxsu, öldürülənlər olur üsyandan sonra. 2-ni götürürük. Qarabağdakı döyüşlərdə ermənilərin milli ordumuz tərəfindən məğlub edilməsi. Uşaqlar, daha öncə bu cavabı mən, deməli, burada biz Əsgəran döyüşü 1920-ci il mart ayında onu nəzərdə tutaraq, onu doğru cavab kimi götürməmişdik. Amma daha sonra şagirdlərimizin bəzilərinin diqqəti sayəsində onlara da buradan təşəkkür edirəm. Ona görə də bu tip şeylərdə diqqətli olmaq çox faydalıdır. Özünüz də çox şeyi öyrənmiş olursunuz bunun sayəsində. Deməli, biz orada görürük ki, əslində 2020-ci il 2-ci Qarabağ müharibəsində, bəli, Qarabağda gedən bir çox döyüşlərdə, elə bütün döyüşlərdə demək olar ki, məntiqlə Azərbaycan ordusu, milli ordusu qalib gəlib. Ona görə də onu da 2020-ci il nəzərə alsaq, 3-ü də doğru cavab kimi götürmək olar. Əgər kim ki bunu götürməyib, canı sağ olsun, biz onu doğru cavab kimi götürmüş olacaq inşallah. 4-cü, keçmiş milli ordu hissələrimizin Türkiyə Qurtuluş Savaşında iştirak etməsi, bəli, Gəncə üsyanından bəhs edərkən deyir ki, üsyandan sonra bəziləri Türkiyəyə sığınaraq orada həmən Qurtuluş hərəkatına iştirak edib. Yalama stansiyasındakı döyüş isə təbii ki, Gəncə üsyanından əvvəl olub, apreldə olub. Bunu da çıxırıq. Olur 2, 3, 4. 23-cü sual, xronoloji ardıcıllığı müəyyən edin. Birinci, birinci Dərbənd itirilməlidir. 19-cu əsrin əvvəllərində, 1-ci Rus-Qacar müharibəsi dövründə Gülüstan müqaviləsinə əsasən birinci üçü götürməliyik. Sonra 2-ci Rus-Qacar müharibəsi dövründə İrəvan işğal edilməlidir və sonra 1828-ci ildə ləğv edilib erməni vilayəti yaradılmalıdır. Deməli, sonra itirmişik İrəvanı və nəhayət Qərbi Zəngəzur da Sovet dövründə Ermənistan SSR-yə verilən iki bölgələrimizdən biridir. Biri Şərur Dərələyəz bölgəsi, bir də Qərbi Zəngəzur. Ona görə ən sonunda da bu 3-1-2 ardıcıllığı olmalıdır. 24-cü suala gəlirik. İkinci Dünya müharibəsi illərində baş verməmişdi. Deməli, Almaniyada faşistlərin hakimiyyətə gəlməsi, bəli, çünki faşistlər Almaniyada hakimiyyətə gəlməlidir ki, sonra onlar müharibə başlasınlar, İkinci Dünya müharibəsi başlasın, məsələn, Polşa hücum etsinlər falan filan. Ona görə bu biri götürmək olmaz. Bir, müharibə illərində baş verməyib. Müharibədən əvvəl baş verib. Yaponiya atom bombası atılması, bəli, daha doğrusu belə götürək. Bir dəqiqə, biri doğru cavabdır. Bu müharibə dövründə olub. İsrafil Məmmədova Sovet İttifaqı qəhrəmanı adı müharibə dövründə verilib.
Berlin Sovet qoşunları tərəfindən müharibə dövründə tutulub. Almaniya müharibə elan etmədən SSR üzərinə hücum etməsi müharibə dövründə olub 1941 və bir də 6-cını götürməliyik. Uzaq sahələrində filmin çəkilişi müharibə bitdikdən sonra baş verib. Ona görə burada doğru cavab 1-6 olmalıdır. Və nəhayət gəldik 26-cı suala. 26-cı sualda xəritə sualıdır. İşarələnmiş ərazi, ştrixlənmiş ərazi İrəvan xanlığının ərazisidir və onun 19-cu əsr tarixinə aid olan xüsusiyyətlərini tapmalıyıq. Azərbaycanın qərb torpaqlarında yaranması bu 18-ci əsrdə yaranıb, bunu çıxırıq. 1-ci Rus-Qacar müharibəsi zamanı öz daxili müstəqilliğini qoruyub saxlayıb mı? Bəli, saxlayıb. 2 doğru cavab. Maku xanlığı ilə həmsərhəd olub. 18-də də 19-da da Maku ilə həmsərhəd olub. Maku bu hissədə yerləşir. 3 və Gülüstan müqaviləsi ilə Rusiya idarəsi altına keçməsi yanlış. Türkmənçay ilə keçib və Rusiya qarşı sonuna qədər mübarizə aparan xanlıqlarımızdan biridir. 2-3-5 doğru cavabdır. Beləliklə bitirdik və bugün də dərsimizin sonuna çatdıq. İnşallah növbəti sınaqlarda uğurlu nəticələr göstərmək ümidi ilə sağollaşıram. Sağ olun, salamat qalın.